Əzizlərim, mən sizi Florence Tibb Mərkəzindən salamlayıram. Bugünkü mövzumuz papilloma virusdur. Son zamanlar uşaqlıq boynu xərçənginin törənməsində əsas rolu papilloma virus oynayır. Ona görə də mən bu mövzuya müraciət etdim və pasientlərimə üzümü tutub deyirəm ki, 3 aydan bir HPV genotipi yoxlasınlar. Adətən 200-ə yaxın ştamı məlumdur və bunların yüksək, orta və düşük riski var. Yüksək riski uşaqlıq boynu xərçəngi yaradır. Müalicəsi çox asandır, aşkarlanması daha asandır, uşaqlıq boynu yaxmada bu aşkar olunur. Müalicəsində immuniteti qaldırmaq lazımdır, profilaktikasında isə ən gözəl yol vaksinasiyadır. Vaksinasiya mütləq olaraq aparılmalıdır və bu bizim ölkədə 13 yaşdan, bəzən isə 9 yaşdan 50-55 yaşa qədər tövsiyə olunur. Vaksinasiya vasitəsilə biz uşaqlıq boynu xərçənginin qarşısını almış oluruq.